Salam, hörmətli izləyicilər. Qarşıma sosial şəbəkələrdə bəzən rəqslər çıxır, xanımlar oynayırlar bu rəqs havalarında. Musiqiyə sözüm yoxdur, münasib musiqilərdir. Amma xanımlar oynayanda, bəzi xanımlar, təbii hamısına aiddir, valla ancaq arxalarını oynadırlar. Qadın ayağını oynatar, əlini oynatar, süzər, adam da həzz alar. Yoxsa ancaq arxasını oynadır qadınlar, bəziləri. Bu belə bizim milli dəyərlərimizdən tamam uzaqdır. Mən hərdən Dağıstan xalqlarının toylarına baxıram. Orada xanımlarla, kişilərlə xanımlar oynayanda adam heyran qalır. Xanımlar süzür, süzür. Bütün toyxana boyu, meydan boyu süzür, ayaqlarını oynatır, başını da aşağı tikib oynadır. Hərdən onunla oynayan bəyin üzünə baxır və süzür, adam heyran qalır. Amma bizdə bəzi xanımlar, bəzi qadınlar ancaq arxalarını oynadırlar. Ay xanım, ay gözəl xanım, ay qadın, axı bu yaraşmır. Baxın günün bizim rəhmətli Əminə Dilbazın rəqslərinə baxın. Bizim milli rəqslərimizə baxın. Kənd toylarında qadınların, yaşlıların, cavanların oynadığı rəqslərinə baxın. Orada Elçin elədiyi hərəkətlər orada varmı? Yoxdur axı. Vallahi ayıbdır. Şəxsən mənim üçün fərqi yoxdur. Sadəcə olaraq baxıram, bilmirəm, baxmıram. Həyətdən ötürürəm, baxmıram heç. Birisi deyə bilərsiniz, bu kişi yaşlaşır, keçmişdə qalır. Belə deyil. Mən həm müasirəm, həm keçmişdən ayrılmamışam. Ancaq burada əsil huy, nəsil huy deyiblər. Qadın o dərəcədə arxasını oynatmaz. Biraz da üzr istəyirəm izləyicilərdən. Selkomlaşmış arxasını, yekə arxasını oynadır. Zorla oynadır, güya rəqs edir. Ayaq qalıb bir qıraqda, əl qalıb önce arxa oynayır. Ayıbdır, ay xanımlar. Biz Azərbaycan xanımı, Azərbaycan qadını həmişə bütün xalqlar arasında, bütün qadınlar arasında seçilmiş, sayılmış qadınlar, xanımlar olurlar. Bütün dünyada. Amma nə bilim valla, təbii özünüz bilərsiniz. Cisim sizin, rəqs də sizin. Ancaq valla yaraşmır. Yəqin ki, mənə bu izləyicilərim də bu fikirlərini bildirəcəklər. Sağ olun.